Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə düzxətli dəyişən sürətli hərəkət mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Birinci slaydda bizdə 3 nümunə verilmişdir. Bu nümunələr haqqında tanış olaq. Birinci nümunədə deyilir ki, qatar metronun sahil stansiyasından hərəkətə başlayır və içəri şəhər stansiyasına yaxınlaşdıqda sürətini azaldaraq dayanır. Bizdən soruşulur, qatarın bu iki stansiya arasındakı məsafənin eyni sürətlə getdiyini əminliklə söyləmək olarmı? Əslində burada sürət dəyişir və bizdə verilib ki, sürət get-gedə azalır. Və əgər sürət azalırsa, biz burada deyə bilərik ki, burada məsafə də dəyişir. Çünki eyni məsafəni eyni sürətlə getdiyi deyilməz. Çünki sürət dəyişdiyinə görə, yəni sürət azaldığına görə burada hər məsafə əvvəlki məsafəyə nəzərən azalacaq. İkinci nümunədə deyilir ki, ağacdan düşən alma bərabər zaman fasilərinə müxtəlif yollar gedir. Almanın hərəkəti haqqında nə söyləyə bilərsiniz? Şəkli diqqətlə baxsaq görərik ki, alma aşağı düşdükcə onlar hər bir anda olan məsafələr böyüyür. Məsafə artdığından biz burada da deyə bilərik ki, sürət dəyişir, yəni sürət artır. Çünki biz bunu real həyatda da müşahidə etmişik. Bilirik ki, bütün cisimlər yerə düşür və yerə düşən zaman onların sürətində artım müşahidə olunur. Üçüncü nümunədə deyilir ki, avtomobil yolda gah sürətini azaldır, gah da artırır və digər avtomobilləri ötür. Avtomobilin sürəti haqqında nə deyə bilərsiniz? Burada deyə bilərik ki, avtomobil digər avtomobilləri ötürsə, bu zaman ya sürətini azaldır, ya da sürətini artırır. Əslində, ötmək əməliyyatında biz görə bilərik ki, burada sürət artımı baş verir. Digər nümunəyə baxaq. Bir maşın qırmızı işıqda dayandıqda və ya yaşıl işıqda yandıqda maşının sürətində nə kimi dəyişikliklər baş verir? Biz bunu real həyatda da müşahidə etmişik. Bilirik ki, maşın qırmızı işıqda dayanan zaman sürətini azaldır, hətta sıfıra endirir. Yaşıl işıq yandıqda isə maşın başlanğıc, yəni sükunət vəziyyətindən başlayaraq sürətini artırır və biz bu zaman deyə bilərik ki, bir nümunədə sürət azalır, bir nümunədə isə sürət artır. İstənilən bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr baş verərsə, belə hərəkət dəyişən sürətli hərəkətdir. Bizdə də nümunə verilmişdir. Nümunədə də biz görürük ki, məsafə əvvəlki iki cisim arasındakı məsafələr görə bilərik ki, artıb. Məsafə artdığına görə də burada sürətdə dəyişikliklər baş verəcək. Yəni hərəkət zamanı sürət ya artacaq, ya da azalacaq və bu hərəkətə biz düzxətli dəyişən sürətli hərəkətə aid edə bilərik. Ümumiyyətlə, düzxətli dəyişən sürətli hərəkət deyəndə, hərəkət düzxətli trayektoriya boyunca baş verir. Yəni, hərəkət trayektoriyası düzxətlidir, lakin sürəti dəyişir. Burada sürət gah artır, gah da azalır. Bəzən yalnız artım müşahidə olunur, bəzən yalnız azalma müşahidə olunur, bəzən də hər ikisi müşahidə etmək mümkündür. Düzxətli dəyişən sürətli hərəkətdə biz dedik ki, cisim düzxət boyunca gedir, yəni onun trayektoriyası düzxətlidir. Lakin sürəti qiymətcə dəyişir, yəni sürət ya artır, ya da azalır. Amma yadınızda saxlayın ki, istiqamətcə heç bir dəyişiklik baş vermir, çünki hərəkət düzxətlidir, dönmə əməliyyatı olmadığından sürətin istiqamətində heç bir dəyişiklik baş vermir. Əgər biz deyiriksə, sürət ya artır, ya azalır, bu zaman onların qrafikini aşağıdakı şəkildə çəkə bilərik. Birinci qrafikdə biz görərik ki, zaman artdıqca sürət də artıb, sürət zamanla düz mütənasibdir. İkinci qrafikdə görərik ki, sürət zaman artmağına baxmayaraq sürət azalır. Belə hərəkətdə sürət azalması müşahidə olunur, amma birinci qrafikdə sürətin artması müşahidə olunur. Biz düzxətli dəyişən sürətli hərəkətə bir neçə nümunə göstərə bilərik. Əvvəlki slaydlarda siz gördünüz. Həmçinin yaşıl işığı görən maşının sürətinin dəyişməsini də müşahidə edə bilərik və ona misal götürə bilərik. Və burada görürük ki, maşın yaşıl işığı görəndə sürətini artırır. Əgər düzxətli hərəkət baş verirsə, biz bunu düzxətli dəyişən sürətli hərəkətə aid edə bilərik. Bu hərəkətdə isə biz görürük ki, maşın dönmə əməliyyatı edir və biz bunu düzxətli dəyişən sürətli hərəkət aid etmirik. Çünki burada hərəkət düzxətli deyil. Lakin sürət burada həm qiymətcə, həm istiqamətcə dəyişəcək. Çünki sürətin qiyməti hər dönən anda dəyişir və istiqaməti də dəyişir.
Həmçinin bu nümunəyə baxsaq görərik ki, cismin sürətində həm qiymətcə, həm istiqaməti dəyişmiş olur. Çünki top müəyyən sürətlə gəlib raketkaya dəyəndə onun sürəti bir anlıq sıfıra enir, sonra yenə də o sürətini artıraraq əks istiqamətə qayıtmış olur. Ona görə sürətin raketkaya gələn istiqamətinə qayıtmaq istiqaməti əks olduğundan biz deyə bilərik ki, burada həm də sürətin qiyməti, həm də istiqaməti dəyişmiş olur. Növbəti slaydda biz düzxətli dəyişən sürətli hərəkətə aid bir neçə nümunəyə baxaq, məsələ həllinə baxaq. Məsələ həllində bizə sürət zaman qrafiki verilmişdir və qrafikə fikir versək görərik ki, burada sürət artmışdır. Çünki zaman keçdikcə sürətin artımını biz qrafikdə açıq-aydın görə bilərik. Yəni zaman 1-dən 8-ə doğru getdikcə sürət də 1-dən 4-ə doğru gedir, 0-dan 4-ə doğru gedir. Və bu onu göstərir ki, burada sürət artmışdır və düzxətli dəyişən sürətli hərəkət növünə aiddir. Gəlin bu qrafikə əsasən bəzi suallara cavab verək. Birinci sualda deyilir ki, hərəkət sükunət vəziyyətindən başladığını göstərin. Sükunət vəziyyəti dedikdə ümumiyyətlə biz bilirik ki, başlanğıc sürəti 0 olma halı nəzərdə tutulur. Yəni başlanğıc sürəti harda 0-dır? Bax, qrafikin koordinat başlanğıcı hissəsinə baxsaq görərik ki, burada sürət 0-a bərabərdir. Yəni 0-dan başlayır. Ona görə də əgər bizdən soruşulursa sükunət vəziyyətindən başladığını göstərir, biz onda bu hissəni göstərməliyik. Yəni bu hissə bizim üçün artıq sükunət vəziyyətindən başlama halıdır. Yəni bu hissə qəbul edirik. Sonra B variantında bizdə ilk 6 saniyə ərzində gedilən yolu soruşur. Biz bilirik ki, sürət zaman qrafikində gedilən yol qrafikin alt hissəsində olan fiqurun sahəsinə bərabərdir. Əgər biz 6 saniyə ərzində fiquru çəkmiş olsaq, bu şəkildə çəkə bilərik. Və bu şəkildə çəksək görərik ki, burada düzbucaqlı üçbucaq yaranır. Əgər biz düzbucaqlı üçbucağın sahəsini hesablamış olsaq, biz gedilən yolu tapmış olarıq. Gəlin düzbucaqlı üçbucağın sahəsini tapaq. Biz bilirik düzbucaqlı üçbucaqda sahə katetləri hasilinin yarısına bərabərdir. Bizdə də katetləri baxsaq görərik ki, bir kateti 6-dır, bir kateti də 3-dür. Ona görə də yaza bilərik 6 vurulsun 3 bölünsün 2. Bu da eləyəcək 9 metr. Yəni biz B variantında 6 saniyə ərzində gedilən yolu düzbucaqlı üçbucağın sahəsinə əsasən hesabladıq. C variantında bizdə soruşulur ki, 12 saniyə ərzində gedilən yol 36 metrdir. Bu anda sürəti hesablayın. Yenə də biz 12 saniyədə gedilən yolu düzbucaqlı üçbucağın sahəsinə əsasən hesablamalıyıq. Biz S bərabərdir katetləri hasilinin yarısına. Əgər biz qrafikə fikir versəz, biz bayaq katetləri birini 6, birini 3 götürdük. Və bu katetlərin biri V-yə, biri T-yə bərabərdir qrafikə əsasən. Yəni 6 burada T-yə bərabər idi. Yəni T-nin qiyməti idi. Amma 3 isə V-nin qiymətidir. Ona görə də biz burada katetləri V vurulsun T şəklində də yaza bilərik. İndi C variantı bizə verilənləri qoysaq, yəni S-in yerinə 36 bərabərdir. Sürəti bilmirik, sürət qalsın olduğu kimi. Zamanı yerinə 12 yazsaq və biz buradan sürəti tapa bilərik. Sürəti tapsaq tənasüb qaydasına əsasən tənasübün kənar hədləri orta hədlərin hasilinə bərabərdir. Ona görə də biz V-ni tapmış olsa 36-nı 2-yə vurub 12-yə bölməliyik. Bunu da ixtisar etsə 36 ilə 12 3-ə ixtisar olunur. 3-ü də 2-yə vursa 6 metr bölünsün saniyə şəklində hesablamış olarıq. Demək biz bu məsələdə sizinlə öyrəndik ki, qrafikə əsasən biz hər hansı bir gedilən yolu necə hesablaya bilərik? Biz mütləq şəkildə qrafikin alt hissəsində fiqurun sahəsinə baxmalıyıq. Əgər fiqurun sahəsi düzbucaqlıdırsa, düzbucağının sahəsi hesablanır. Əgər fiqurun sahəsi, fiqur bizdə üçbucaqdırsa, bu zaman üçbucağın sahəsi hesablanır. Bizim verilən qrafikimizdə fiqur gördüyünüz kimi düzbucaqlı üçbucaq hesab olundu. Düzbucaqlı üçbucaqda da sahə bilirik ki, katetləri hasilinin yarısından bərabərdir. Ona görə də biz B variantında katetlərin yarısını hesabladıq və biz burada gedilən yolu tapdıq. Amma C variantında eyni ilə həmin düsturdan istifadə etdik. Sadəcə fərq ondan ibarət idi ki, biz artıq birinci düstura baxıb müəyyənləşdirdik ki, bizdə katetlər sürət və zamandır.
və biz həmin katetləri ona C variantında verilən qiymətləri qoyduq. Yəni zamanı yerinə 12, yolun yerinə 36 qoyub sürəti hesabladıq və bu şəkildə tənasübdən istifadə edərək sürəti tapmış olduq. Sürəti tapdıqdan sonra da onun yanında mütləq şəkildə BSD vahidini qeyd etməyimiz vacibdir. Keçək digər nümunəyə. Digər nümunə bizdə əslində şifahidir və nisbətən asandır. Bu nümunədə bizə deyilir ki, işıqforda dayanmış avtomobil yaşıl işıq yandıqda hərəkətə başlayır və növbəti işıqfora yaxınlaşdıqda yenidən qırmızı işıq yanır. Doğru ifadəni seçin. Yəni birinci işıqforda yaşıl işıq yanır, amma ikincidə qırmızı işıq yanır. Biz bilirik ki, yaşıl işıq yananda avtomobil sürətini artırmalıdır. Bu zaman əgər biz birinci işıqforda görərik ki, həmin avtomobilin sürəti artır. Ona görə 3 variantı doğrudur. Amma ikinci işıqforda qırmızı işığı gördüyündən, qırmızı işıqda biz bilirik ki, maşınlar dayanır. Dayandığına görə biz burada deyə bilərik ki, burada sürəti mütləq şəkildə azaltmalıdır. Ona görə də verilən suala əsasən bizdə cavablar 2 və 3 hesab olundu. Yəni burada cavab 2 və 3 oldu. Gəlin düzxətli dəyişən sürətli hərəkətə dair digər nümunəyə baxaq. Digər nümunədə bizdə verilib ki, 20 metr/saniyə sürətlə hərəkət edən avtobus dayanacağa yaxınlaşaraq sürətini azaltmağa başlayır. Sürətin qiymətləri cədvəldə verilib və sürət zaman qrafikini qurmaq bizə tapşırılır. İlk öncə sürət zaman qrafikini qurarkən mütləq şəkildə cədvələ diqqətli şəkildə baxmalıyıq. Cədvəldə görə bilərik ki, bir tərəfin, cədvəlin sol tərəfində bizə zamanlar, sağ tərəfində isə bizə sürətlər verilmişdir və hər bir zamana uyğun sürət uyğun olaraq göstərilmişdir və biz bu qiymətləri baxıb həmin bu cədvəldə, yəni bu qrafikdə qeyd edirik əvvəlcə. Məsəl üçün, birincidə yazılıb ki, sürət 20 olanda zaman 0 olub. Bu nöqtəni əvvəlcə burada qeyd edirik. Zaman 0 olanda sürət 20 olub. Zaman 0 olanda sürət 20 olub. Demək, əvvəlcə nöqtə burada olub. Sonra zaman 2 olanda sürət 15 olub. Zaman 2 olanda sürət 15 olub. Elə bir ki, 2 ilə 15-i biz toqquşdururuq və hansı nöqtənin üzərində dayanırsa, onun üzərində qeyd edirik. Digər halda bizə verilib ki, zaman 4 saniyə olanda sürət 10 metr/saniyə olub. Zaman 4 ilə sürətdə 10-u birləşdiririk və bu zaman burada düşdüyünü görə bilərik. Sonuncu nümunədə bizdə verilib ki, zaman 6 olanda sürət 5 olub. Zaman 6 olanda sürət 5 olub. Bax, bu şəkildə qeyd etdik. Bunu qeyd etdikdən sonra qrafik qurmaq çox sadədir. Həmin biz bu nöqtələri düz xətlə birləşdirməliyik. Gəlin birləşdirək. Biz burada birləşdirsək, ilk öncə düz xətti seçirik və bu nöqtələri qrafikin üzərində qeyd edirik. Və bu şəkildə qeyd etdik. Bax, görə bilərik ki, həmin nöqtələri birləşdirsək, bizim grafikimiz düz xətli formada oldu və grafikə baxaraq biz müəyyənləşdirə bilərik ki, bizdə zaman artmağına baxmayaraq sürət azalmışdır. Yəni, burada sürətin azalması baş verir. Bu hərəkət də düz xətli dəyişən sürətli hərəkətə dairdir. Yəni, biz bu məsələdə öyrəndik ki, sürət zaman qrafiki hansı formada qurulur? Əgər bizə cədvəl verilirsə, yəni bəzən bizə sözlə də deyilə bilərdi, amma bizdə cədvəl verildiyinə görə cədvəldən istifadə edərək cədvəli biz grafikə çevirdik. İlk öncə cədvəldəki qiymətləri uyğun olaraq grafikdə qeyd etdik. Sonra həmin nöqtələri birləşdirərək düz xətt çəkdik və düz xətt bizim üçün artıq sürət zaman qrafikini verdi. Və biz grafikdən açıq-aydın görə bilirik ki, bu grafikdə düz xəttli dəyişən sürətli hərəkətə aiddir. Yəni, hərəkət zamanı cismin sürətinin qiyməti azalmışdır. Ümumiyyətlə, biz bu dərsimizdə, yəni düz xəttli dəyişən sürətli mövzusunda biz sizinlə düz xəttli dəyişən sürətli hərəkətə dair bir sıra nümunələrə baxdıq, bir sıra misallara baxdıq, hansı ki, o misallar biz real həyatda çox rast gəlmişik və artıq siz o misallara hər dəfə siz real həyatda gördükdə biləcəksiniz ki, bu artıq düz xəttli dəyişən sürətli hərəkətə aiddir. Həmçinin düz xəttli dəyişən sürətli hərəkətdə hansı sürət zaman qrafiki hansı formada ola bilər, onu da öyrəndik. Sizinlə öyrəndik ki, sürət zaman qrafiki 2 formada olur və ya sürət azalır, ya da artır. Amma həm də öyrəndiniz ki, sürətin istiqamətində dəyişiklik olmur. Həmçinin məsələ nümunələrine baxaraq biz həmin bu sürət zaman qrafiklərindən istifadə edərək orada gedilən yolu
Həmçinin verilənlərə əsasən yenidən sürət zaman qrafikinin qurulma qaydası ilə tanış olduq. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.